2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün və Dövlət Məşğulluq Agentliyi üçün prioritet hesab olunacaq. Dövlət Məşğulluq Agentliyi tərəfindən 450 minə yaxın şəxsin 26-cı ildə də aktiv məşğulluq tədbirlərinə cəlb olunmasını biz proqnozlaşdırırıq. 15 minə yaxın şəxsin, işsiz şəxslərin özünə məşğulluğun təşkili proqramına cəlb olunmasını biz planlaşdırırıq. Peşə hazırlığı tədbirlərinin 26-cı ildə biz davam etməsini planlaşdırırıq. Peşə yönümlü məsləhət xidmətlərinin 2026-cı ildə davam etməsini planlaşdırırıq. Təbii ki, bu çərçivədə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın proqramının icrası yenə də Nazirliyimiz üçün prioritet olaraq qalacaq. Qeyd etdiyim kimi 2026-cı ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluğun təmin olunması üçün bütün aktiv məşğulluq tədbirləri tətbiqi təmin olunacaq.